Dostlar, mən Rıza İsmailov. Videomu kanalıma xoş gəlmisiniz. Video keçməmişdən öncə videomu bəyənməyi və abunə olmağı unutmayın. İlk öncə mövzumuz haqqında sizə məlumat verim. Bugün mövzumuz kompüterin daxili qurğusu olan prosesor, yəni CPU haqqında mövzumuz olacaqdır. Vaxt itirmədən keçək videomuza. Prosesor CPU nədir? Gördüyünüz bu prosesorumuzdur. Biz yüksək məbləğdə pul verib yəni bu kompüteri alırıq. Yəni bu kompüter isə gördüyünüz bu kompüterdir. Yəni kompüter demək olar. Prosesor kompüter həyatında böyük bir rol oynayır. Olmasa kompüterdəki olan məlumatları yığan və email adresi olmazdı. Bunlar yəni hal-hazırda dünya bazarında olan iki şirkət vardır. Biri Intel Core, biri isə AMD Ryzen şirkətləri mövcuddur. Bunlar haqqında gələn dərslərdə ətraflı məlumatlar verəcəm sizlərə. Prosesor yəni CPU nədir? Kompüter hissələrin işləməsini təmin edən və bu hissələr arasında lazım əlaqəni quran, daxildə əmrlərə əsasən yeni məlumatlar emal edən mərkəzi hesab məntiqi qurğudur. Qısaca desək, prosesor kompüter əmrlərini icra edən mərkəzi hesablama hissəsidir. CPU, Central Processing Unit. Bu gördüyünüz CPU-nun qatlarıdır, yəni prosesorun qatlarıdır. Prosesorun qatları Integrated Heat Shields'dir, inteqrasiya olunmuş istilik yayıcısı, glue yapışqan, printed circuit board, yəni printed dövrə lövhəsi, CUBE kubok materialı, terminal interface materialıdır. Bu gördüyünüz prosesorun qatlarıdır. CPU Central Processing Unit. Bu gördüyünüz prosesoru daxil etmək, yəni qoşmaq üçün bunlara ehtiyac olunur. Bunlar circuitlə deyilir. Əgər bunlar olmasa, yəni prosesor daxil edilə bilməz və prosesor qoşula bilməz. Bunlar 3 qrupa bölünür. LG1700, PG15, bir də BG növlərinə bölünmüşdür. Əgər biz yeni prosesor alsaq, buna uyğun circuitdə almalıyıq. Çünki bu prosesor üçün önəmlidir. Çünki bu olmasa prosesor yerinə oturmaya bilər və kompüter açılmaya bilər. 2000 years later. Gördüyünüz bu şəkil prosesorun, yəni gördüyünüz bu yuxarıda göstərdiyim prosesorun mikroskopik altında baxımıdır. Bu isə Core saylarıdır. Core saylarıdır. Bu Core sayı isə nə qədər çox olarsa, kompüterin, yəni prosesor bölməsinin performansını artırır. Yəni bunları nə qədər çox olarsa, qat-qat prosesoru sürətləndirir. Central Processing Unit, ALU, Arithmetic Logic Unit, hesab məntiqi qurğu, verilən əmrlərin və əməliyyatdan yerinə yetirildiyi hissədir. CPU-da bir neçə ALU-da ola bilər. Registrator, yəni keş yaddaş. Üzərində əməliyyat aparacaq məlumatların müvəqqəti olaraq saxlandığı hissədir. RAM-a sorğu göndəriləndə nə qədər gözləmə lazım olduğunu bildirir. Bu gecikməni azaltmaq üçün CPU-da keş yaddaş mövcuddur. Keş yaddaş CPU-nun məlumatı daha tez satması üçün istifadə olunur. Daha sonra isə növbə ilə ALU hissəsinə ötürülür. Keş yaddaşlar 3 qrupa bölünür. L1 keş yaddaş, L2 keş yaddaş, bir də L3 keş yaddaş. L1 keş yaddaş prosesorun ən sürətli keş yaddaşdır. L2 isə L1-ə baxmış biraz sürətlidir. L3 isə L2-yə baxmış biraz sürətlidir. Control Unit, yəni idarə etmə qurğusudur. Bu isə prosesorun daxili hissələrini koordinasiya edir. Prosesor gələn əmrləri aydınlaşdırır. Yaddaşa hansı məlumatların saxlanacağı, ALU hissəsində hansı əmrləri icra olunacağı bildirir. CPU, binary sistem. Yəni bu binary sistem kompüterin dili demək olar. Yəni kompüter məlumatları daxil edəndə onu kompüter başa düşsün deyə onları birlər və sıfırlar şəklində özünə qəbul edir. CPU ancaq birlər və sıfırlar ilə əməliyyat apara bilir. Ona görə də kompüterdə olan bütün məlumatlar birlər və sıfırlardan ibarətdir. 1. 10 elektrik var, 0 off, yəni elektrik yoxdur deməkdir. Bu iki vəziyyətin olduğu sistemə ikili say sistemi və ya binary sistemi deyilir. Hər saya bit deyilir. Byte isə 8 bitdən ibarət bir ölçü vahiddir. CPU, binary sistem. Fetch,
Verilənlər yaddaşa alınır. Dekod, alınan əmrlər control unit tərəfindən analiz olunur. Execute, arithmetic logic, alınan əmrləri emal edir. Store, nəticələr isə yaddaşa geri yazılır. CPU types, bayaq göstərdiyim kimi bunlar mikroskopik şəkillərdir prosesorun. Bunlar L2 keş yaddaşlardır. Bunlar isə koraylar, yəni nüvələrdir. Gördüyünüz bunlar nüvələrdir. Multicore, bir CPU kraliçasında 2 və ya daha çox hesab məntiqi qurğu hissəsi olur. Bunların nüvə və ya core deyilir. Hər nüvədə müxtəlif əməliyyatlar paralel yerinə yetirilə bilir və bu sayədə hesablama sürəti 60 olur. Hyperreading, CPU-nun nüvəsi virtual olaraq 2 yerə bölür və əməliyyatların daha sürətli yerinə yetirilməsini təmin edir. Belə vəziyyət hər bir nüvədə 2 ayrı registrator və pik olur. Bu səbəbdən əsl bir fiziki nüvəni 2 ayrı nüvə kimi başa düşür. Əgər hər hansı bir nüvədə əmrlərin icra olunması zamanı gecikmə olarsa, yeni məlumatların alınması zamanı gecikmə olarsa, yeni məlumatlar alınana qədər iş ikinci virtual nüvəyə verilir. O ərəfədə isə birinci virtual nüvə yeni əmrləri almaq üçün müraciət edir. Multicore bir CPU kristalını 2 yerə bölünür. Göstərdiyim korlar, yəni nüvələri 2 yerə bölünür. Bunlar kompüterin bu bölünməsi isə kompüter prosesorun performansına və sürətinə böyük bir təsir göstərir. Hyperreading, yəni bunların bir CPU kristalını 2 yerə bölmə prosesi hyperreading adlanır. CPU Mobile. CPU Mobile isə gördüyünüz bu hər birimizin telefonlarında olduğu prosesordur. Yəni kompüterində prosesor var, yəni işlətdiyimiz smartfonlarda prosesoru vardır. Mobil CPU, desktop prosesorların bazasında yaradılmış, temperaturu yüksək olmayan və soyutma sistemi istifadə olmayan mobil cihazlar üçün nəzərdə tutulmuş xüsusi prosesorlardır. Kompüter CPU-larına fərqli olaraq, yükləmə olmadığı zamanlarda hesablama qabiliyyətini aşağı salaraq enerjiyə qənaət edir. CPU Front Side Bus, yəni FSB. FSB prosesoru ilə şimal körpüsü arasında əlaqəni yaradan xüsusi sürətli kanaldır. Şimal körpüsündə RAM, videokart və digər vacib qurğuların qoşulduğu üçün Front Side Bus'dan bir növ prosesor ilə digər vacib qurğular arasında informasiya ötürüldüyü platanın üzərindəki əsas yoldur. Günümüzdə bu texnologiyadan istifadə edilmir. Yəni bu köhnə ana platalarda olurdu. CPU Quick Part Interconnect. Bir neçə prosesor öz arasında və onların da chipsetləri ilə əlaqəsini yaradan xüsusi sürətli kanaldır. 2 və ya daha çox prosesorlu plataların dəstəklədiyi bir texnologiyalardır və Intel tərəfindən 2008-ci ildə yaradılmış adətən RG1366 və RG2011 skortlarından platalarında istifadə olunur. CPU-da markalamaya gələk. CPU-da markalama brend, model, nəsil və sublinks bölmələrinə ayrılır. Brendlərindən Intelin brendlərindən Pentium, köhnə prosesorlar, Koray, PC-lər üçün aktual prosesor xəttidir. Xeon, serverlər üçün prosesorlar xəttidir. Model, bildiyiniz kimi prosesorun Koray i7, i5, i3, i7, i9 növlərinə bölünür. i3 ofis işləri üçün nəzərdə tutulmuşdur. i5 dizayn və IT işləri üçün nəzərdə tutulub. i7 dizayn və yüngül oyunlar üçün nəzərdə tutulub. i9 isə yüksək performanslı prosesorlardır. Bunları istədiyiniz ağır oyunlarda yükləyə bilərsiniz. Gördüyünüz bura isə nəsildir. Yəni prosesorun neçənci nəsil olduğunu bildirir. Bunlara 9-cu nəsillər, əgər 10 yazılsa 10-cu nəsil, 11 yazılsa 11-ci nəsil, 12-ci yazılsa isə 12-ci nəsil deməkdir. Sublinks. Prosesorun bildiyiniz kimi, yəni sublinkslər vardır. Bunlar prosesorun hansı funksiyalara sahib olduğunu bildirir. GB, G7 daxili grafikanın nəslidir. F isə xarici qrafika tələb edir. X, unlocked, yüksək performans, yəni bunlardan overclocking də olur. Overclocking isə növbəti mövzuda deyəcəyik.
U mobil enerjiya qənaət, H isə yüksək performanslı mobil deməkdir. Speed cooling sistem. Speed cooling sistemdə heatsink alüminium və ya misdən düzəldilmişdir və istini əmizici xüsusiyyətlərə malikdir. Spiyonun birinci soyutma təbəqəsidir. İkinci terminal pasta heatsink və spiyon arasında mikroskopik boşluqları doldurmaq və isti axınları sanlaşdırmaq məqsədilə istifadə olunan xüsusi pastadır. Fan. Gördüyünüz bu göstərdiyim fandır. Bu prosesor həddindən artıq qızanda onun istiliyini, yəni çox istinməsinə qoymur. Onun istisini кейsin daxilinə yayır. Fan heatsinkin özündə cəmlədiyi istiliyi dağıtmaq üçün və heatsinki soyutmaq üçün lazımdır. Gördüyünüz bu spiyonun, yəni spiyonun daxilində olan overclockingdir. Overclocking istehsal tərəfindən prosesor təyin edilən tak tezliyi müxtəlif modifikasiyalara artırılması və bu yolda prosesor hesablama gücünün yüksəldilməsi deməkdir. Bu bir neçə yolda etmək olar. Bunları 4 yolla etmək olar. Spiyonun üniversitenin tezliyini artırmaqla, spiyonun üniversitenin enerjisini artırmaqla, spiyonun inkbaz tezliyini artırmaqla, spiyonun inkbaz enerjisini artırmaqla. Bu dəyişikliklər BIOS və ya UEFI-də edilə bilər və bu ana platanın bu xüsusiyyətləri dəstəklədiyindən əmin olmaq lazımdır. Overclocking zamanı baş verəcək hadisələrə görə istehsalçı məsuliyyət daşımır. Yəni overclocking nədir? Yəni biz prosesorun standart sürətini qat-qat qaldırılmazdır. Bu isə kompüter üçün xeyir deyil, daha da ziyandır. Çünki kompüteri overclockingdə, yəni prosesor yana bilər və yaxud da ana plata əriyə bilər. Yəni gördüyünüz kimi burada yazıb ki, baş verəcək hadisələrə görə istehsalçı məsuliyyət daşımır. Yəni siz bunu işlədisiz işlədin, amma əgər prosesor yansa və yaxud ərisə, bunlara görə də istehsalçı məsuliyyət daşımır. Bu günlərdə bir videomuzun sonuna gəldik. Belə videoların davamlı gəlməsi üçün videonu bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.